Salam əziz istifadəçilər. Bugün sizinlə növbəti dərsimizin izahını verməyə çalışacağıq. İnşallah bugün biz artıq fiqur məntiqinin izahlarına başlayacağıq və fiqur məntiqi bildiyiniz kimi çox geniş bir bölmədir və mən çalışacağım ki, fiqur məntiqi bölməsini yalnız bir dərslə deyil, bir neçə dərslə sizlərlə paylaşaq. Çünki fiqur məntiqi özü bir neçə qrupa bölünür. Yəni məsələn, uyğunluq, ardıcıllıq tipli fiqurlar var, yəni fiqur üzərində qurulmuş suallar var, kublar var, məsələ hamımızın ən çox bildiyimiz, kəsmələr var, qatlamalar var, artıq olan hissənin tapılması var. Bunlar hamısı fiqur məntiqinin müəyyən tərkib hissələridir. Tərəzlər də bu qrupa daxil ola bilər, həmçinin şifrələmələr də, yəni bunlar hamısı fiqur məntiqi qrupuna daxildirlər. Onun üçün də mən biraz öncə də qeyd etdiyim kimi fiqur məntiqini bir dərsə deyil, bir neçə dərslə izah etməyə çalışacağam. Bugünkü ilk dərsimizdə əsasən ardıcıllıq və uyğunluq tipində nümunələr göstərəcəyik sizə və o nümunələr üzərində izah verməyə çalışacağıq. Gördüyünüz kimi biz iki tip misal daxil eləmişəm mən bura. Onlardan birincisi bu misaldır. Bunu görürsünüz burada, bu birinci tərəfdə yazılan misal. İkincisi isə bu sağ tərəfdə yazılan misaldır ki, o başqa bir uyğunluq tipli bir misaldır. İndi baxdığımız zaman görürsünüz, burada müəyyən bir ardıcıllıq var, ədəd ardıcıllığı var. Bu ədəd ardıcıllığı nədir? Yəni məsələn bundan bu alınıb, bundan bu alınıb və sonunda bizdən soruşan odur ki, bəs sual əvəzinə hansı işarə olmalıdır? Yəni buradakı bu işarələrin yəni rastgele bir düzülüş deyil. Bunların hər biri müəyyən məntiqə görə düzülüblər. Yəni birincisindən hər hansısa bir məntiqə görə ikincisi alınıb, ikincisindən də hər hansısa bir məntiqə görə üçüncü alınıb. İndi üçüncüdən nə alınacağını bizdən soruşur. Demək ki, bizim üzərimizdə düşən iş ondan ibarətdir ki, biz birincidən ikincinin necə alındığını bilməliyik, ikincidən də üçüncünün necə alındığını bilməliyik, yəni həmin məntiqi müəyyən etməliyik. Çünki bunlar hamısı eyni bir məntiqlə alınıblar. Həmin məntiqə əsaslanaraq da 3-dən 4-ü almağa çalışmalıyıq. Gördüyünüz kimi burada müəyyən nöqtələr verilir. Əslində bu nöqtələr bizim üçün bir ipucudur, yəni belə deyim, yəni bizim üçün bir göstəricidir. Bu nöqtənin burada bu xətt var, nöqtədən sol tərəfə çəkilən, bir də nöqtədən sağ tərəfə çəkilən bir xətt var. Nöqtələr arasındakı bu düz xətt bütün şəkillərdə gördüyünüz kimi sabit qalıb, yəni bu heç bir dəyişikliyə uğramayıb, yəni demək ki, bu xətt üzərində bir iş görülmür və o hərəkət etmir. Amma yuxarıdakı, yəni soldakı və sağdakı xəttlər hər ikisi hərəkət edirlər. Fiqur məntiqinin əsasən də ardıcıllıq tipli fiqurlarda, ardıcıllıq məntiqi ilə qurulmuş fiqurlarda və yaxud da uyğunluq formalı fiqur suallarında əsas müəyyən bir dərəcə altında hərəkət elətdirmədən, yəni məsələn 90 dərəcə ola bilər, 45 ola bilər, 180 ola bilər. Müəyyən bucaq dərəcə altında saat əqrəbi istiqaməti və ya saat əqrəbinin əksi istiqamətində hər hansı bir elementləri hərəkət elətdirməklə müəyyən bir məntiq qoyula bilər. Və ya da simetriyadan istifadə olunaraq müəyyən bir məntiq qoyula bilər. Yəni ki, məsələn, aşağıdan, yəni mərkəzə bir simetriya mərkəzi olaraq baxıla bilər, yəni orta hissəyə. Aşağıdan yuxarıya simetriya ola bilər, ya sağdan sola simetriya ola bilər. Yəni, əsas istifadə olunan qaydalarımız uyğunluq ardıcıllıq misallarında bunlardılar. Burada gördüyünüz kimi bu nöqtədən, yuxarı nöqtədən sol tərəfdə çəkilən bu düz xətt ikinci şəkildə bu maili vəziyyət alıb. Yəni, bu deməkdir ki, bu 45 dərəcə saat əqrəbi istiqamətində hərəkət edib, bu vəziyyət alıb. Bu da, yəni yenə də bu birisi də 45 dərəcə saat əqrəbi istiqamətində hərəkət edərək gördüyünüz kimi buradakı bu düz vəziyyət alıb. Bu birisi isə aşağı hissəyə baxdığımız zaman görəcəksiniz ki, aşağıdakı hissədə 45 dərəcə bu da, yəni 45 deyil də, yəni burada bu şəkildə baxır, yəni sağ tərəfə çəkilib xətt, amma burada nöqtədən tam aşağıya çəkilib. Demək ki, bu 45 dərəcə deyil, 90 dərəcə hərəkət edib, yenə də saat əqrəbi istiqamətində. Yəni bu xətt biz saat əqrəbi istiqamətdən bu şəkildə 90 dərəcə hərəkət elətdirsək, gəlib bunu almış olacaq. Sonra da bunu 90 dərəcə bu şəkildə hərəkət elətdirib bunu alıblar. İndi bunu da 90 dərəcə hərəkət elətdirib növbətisini alacaq. Yəni, dolayısıyla bizdə bu sual əvəzinə necə bir nəticə alınacaq?
Yəni sualın əvəzinə məntiqimizi artıq qoyduq. Yəni biz belə bir qərara gəldik ki, yuxarıdakı bu düz xətt 45 dərəcə saat əqrəb istiqamətində hərəkət edir. Aşağıdakı xətt isə 90 dərəcə saat əqrəbin hərəkəti istiqamətində hərəkət edir. Demək ki, eyni məntiqə görə işimizi davam elətdirsək, onda gəlib biz ən sonda, yəni sonuçda biz belə bir şey almış olacağıq ki, bizim misalımız, yəni nəticəmiz belə olacaq. Yəni bayaq da qeyd etdiyimiz kimi düz xətt öz yerini dəyişmir. Bu nöqtələr olduğu kimi qalacaqlar. Orta hissədəki düz xətt olduğu kimi qalacaq. Yuxarıdakı, yəni yuxarıdakı nöqtədən çəkilən düz xətt çıxan şua deyək ona. O 45 dərəcə gəldiyi üçün burada da gəlib 45 dərəcə bu şəkildə olacaq. Bu tərəfdə isə bu da 90 dərəcə saat əqrəb istiqamətində hərəkət elədiyi üçün bu artıq 90 dərəcə bu şəkildə hərəkət edib gəlib bu xətlə üstə düşəcək və sonunda biz belə bir cavab almış olacaq. Yəni bu xətlə üstə düşmüş olacaq. Bu da belə bir düz xət və yuxarı hissədə belə bir şey. Bizim sonuç etibarilə ən son nəticəmiz belə olacaq. Bu misalımız isə gördüyünüz kimi uyğunluq tipli bir misaldır. Yəni burada bizdən nə soruşur? Bundan bu necə alınıbsa, bundan da bu o şəkildə alınmalıdır. Baxdığımız zaman bundan bunu necə ala bilərik? Bayaq da qeyd eləmişdim. Yəni bu tip misallarda əsasən saat əqrəb istiqamətində müəyyən bucaq altında hərəkət elətdirməkdən və ya simmetrik olaraq çevirməkdən istifadə olunur. Burada aşağıdan yuxarıya doğru bir simmetriyadan istifadə olunur. Aşağıdan yuxarıya doğru simmetriya dediyim nədir? Yəni gördüyünüz kimi bu xətt bu şəkildə çəkilir və ox aşağıya baxır. Sonra burada xətt belə olur və ox yuxarıya baxır. Demək ki, bunu simmetrik olaraq oxun bu ucundan tutub təsəvvür edirsiniz, yuxarıya doğru hərəkət elətdirilər, yuxarıya çeviriblər. İndi buna görə də biz bu eyni şeyi burada da eləmiş olacaq. Yəni burada da gəlib həmin şey eləyəcək. Bunu yuxarıya doğru çevirəsi olsa, yəni bu şəkildə yuxarıya doğru çevirsək, bunun aşağı hissəsindən tutub belə yuxarıya atsaq, onda biz burada sual əvəzinə nə almış olacaq? Buna da bir baxalım bərabər. Yəni biz burada sual əvəzinə gələcək ən sonda simmetriyanı dediyimiz qaydanı, yəni simmetrik çevirmə qaydasını tətbiq eləsək, buradan bu şəkildə belə bir şey alacaq. Yəni bu aşağıda çəkilmiş bu xətt yuxarıya doğru keçəcək. Bu xətt, yəni yuxarıya baxan bu xətt aşağıya doğru baxacaq, belə olacaq. Bu oxumuz isə gördüyünüz kimi ox belə, yəni bu tərəfə baxır, artıq simmetrik olaraq hərəkət elədiyi üçün ox bu şəkildə baxmış olacaq, belə baxmış olacaq. Nəticə itibarilə cavabımız belə bir, yəni simmetriyadan sonra belə bir nəticə almış olacaq biz. Gördüyünüz kimi ən istifadəsə biz bu günləri uyğunluq və ardıcıllıq tipli birər nümunələrə baxdıq, onları izah etməyə çalışdıq. İnşallah gələn dərslərimizdən fiqur məntiqi mövzusunu davam elətdirəcək və fərqli tip misallara baxmış olacaq. Bu gün bu qədər, hələlik.